QHT işi üzrə ittiham olunan ABŞ-ın German Marshall Fondunun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə başlayır. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Namiq Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 11-nə təyin edilib. Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluqda QHT işi ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanıb. İbtidai istintaq aparılır. Bundan başqa, Məmməd Alpay və Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbasoğlu Məmmədzadə həbs edilib.